bir əşyanın adını bildirən nitq hissəsi. Necə ki, Azərbaycan dilində belədir, ingilis dilində bu şəkildədir. Kim sualına cavab verir, kim ingilis dilində who'dur. W-H-O yazılır, who oxuyuruq, oxuyanda. Və yaxud nə sualına, what. What nə deməkdir, who kim deməkdir. Deyir ki, bu suallardan birinə cavab verir. Quruluşuna görə 3 yerə bölünür. Bizim dildəki kimi sadə, düzəltmə, mürəkkəb. Sadə isimlərə simple nouns deyilir. Adlarını öyrənsə ingilis dilində, çünki testdə bu başlıqda düşərsiz. Məsələn, deyəsi, choose the simple nouns, sadə isimləri seçin. Yəni, başlıqları tanımaq lazımdır, öyrənmək. Sadəcə Azərbaycan dilində olan hissələrini öyrənmirsiniz. Sonra derivative nouns, düzəltmə isimlər, compound nouns, mürəkkəb isimlər. İndi sadə isimlərdən başlayaq. Deyir, sadə isimlər bir kökdən ibarət olur. Necə ki, Azərbaycan dilində bir kökdən ibarət olur, ingilis dilində də eyni şəkildədir. Heç bir şəkilçi qəbul etmirlər. Yəni, söz düzəldici şəkilçidən söhbət gedir. A town, şəhər deməkdir. Town sadə isimdir, yəni bunun əlavə bir şəkilçisi yoxdur. Və yaxud annex, balta, a mistake, səhv. Bunlar sadə isimlərdir, heç bir şəkilçiləri yoxdur. Düzəltmə isimlər adlanır necə? Derivative nouns. Düzəltmə isimlərdə kökdən və şəkilçidən ibarət olur, leksik şəkilçi yəni. Şəkilçilərdə 2 yerə bölünür. Suffikslər, suffiks uşaqlar sözün sonuna əlavə olunan şəkilçidir. Bir də prefikslər. Prefikslərdə sözün önünə əlavə olunan şəkilçilərdir. Ana dilimizdə olduğu kimi ingilis dilində bu şəkildədir. Məsələn, friend nə deməkdir? Dost deməkdir. Friendship nədir? Dostluq. Artıq ship burada nəyə düzəltdi? İsimdən isim düzəltdi. Düzdürmü? Leksik şəkilçi rolunu oynadı. Dost, dostluq. Və yaxud freedom, azadlıq. Free, azad deməkdir. Sifətdir. Necə? Azad. Dom şəkilçisini əlavə edirik. Suffiks sayılır. Niyə suffiks? Çünki sözün sonundadır. Sözün önündə olsaydı prefiks adlanasıydı. Dom burada deməli leksik şəkilçi rolunu oynayır. Free, azad, sifətdir. Freedom, azadlıq, artıq isimdir. Sifətdən nə düzəldi? İsim düzəldi. Deməli, bu leksik şəkilçidir. Weakness, zəiflik. Weak, zəif. Necə? Weakness, zəiflik, nə? Artıq nes burada neynədir? Suffiks rolunu oynadı. Suffiksləri əzbərləmək lazımdır. Burada siyahıda verilibdir. Hamısını kitabdan əzbərləyirsiniz. Nes məsələn veribdir. Ill xəstə deməkdir. Illness, xəstəlik. Necə? Xəstə sifətdir. Sifətdə nə yarandı? İsim yarandı. Ship, xuddur, domdur, erdir. Bunların hamısını yavaş-yavaş əzbərləyirsiniz. Sözlərinin nümunələrinə baxarsınız. Nümunələrinə niyə baxın deyirəm? Çünki sözlərin bilsəz, ən azından göz yaddaşına ya da saxlasaz, testi görəndə biləsiniz ki, bu düzəltmələrin içində var idi. Ona görə bunları da əzbərləyirsiniz, nümunələrinə baxırsınız, şəkilçiləri mütləq tanımalısınız, hamısını əzbərləyirsiniz. Nes, şipdir, huddur, domdur, erdir. Baxın, bəzilərinin üstündə ulduz qoyubdur. Bu nə deməkdir? İndi izahlarını verəsik qaydacaq. Bu deməkdir ki, bunların deməli başqa funksiyaları da var. Təkcə leksik şəkilçi funksiyaları yoxdur, ulduz qoyulanlar. İndi izahlarını verəsiz aşağıda. Bu şəkilçiləri, bu heç baxırsınız özünüz, burada izahlı bir şey yoxdur. Sonra baxırıq prefiks, ön şəkilçilər. Prefikslər dedik ki, sözün önünə artırılır. Bunlar çox deyil, 4 dənədir əsas. Bunları yadda saxlayırsınız. Dis, mis, on, in. Bunlar çətin bir şey deyil. Əzbərləyirsiniz ki, bunlar nədir? Sözün önünə artırılan şəkilçilərdir, isim düzəldən yəni. Baxaq necə əlavə olunur. Agreement, uşaqlar, razılaşma deməkdir. Razılıq, razılaşma. Qarşısına dis əlavə olunan disagreement olur, narazılıq, yəni inkarlıq verir, mənfi məna verir bu şəkildə. Appearance, görünmək deməkdir. Disappearance, yoxa çıxma. Görürsünüz, mənanı mənfiləşdirdi. Bu şəkildə. Fortune, bəxt, şansdır. Misfortune, uğursuzluq. Behavior, davranış, rəftar. Misbehavior, pis davranış. Və yaxud employment, iş deməkdir. Unemployment, işsizlik deməkdir. Happiness, hər halda biz happy, xoşbəxtdir. Happiness, xoşbəxtlik. Unhappiness, bədbəxtlik. Görürsünüz, burada həm an var, prefiks, həm də nes artılıb suffiks var. Və yaxud burada da həm ment suffiksimiz var, sözün sonuna əlavə olunan leksik şəkilçi, həm də önündə əlavə olunan leksik şəkilçimiz. Sonra baxırıq, accuracy, dəqiqlik deməkdir. Inaccuracy, qeyri-dəqiqlik. Dependence, asılılıq, independence, müstəqillik. Hamısını da görürüz, mənanı mənfiləşdirdi. Nümunələri ilə bir yerdə öyrənərsiniz bunları. Bu da oldu bizim prefikslər. İndi deyir ki, prefikslərlə suffikslər arasında 2 fərq var. Prefiks sözün əvvəlinə əlavə olunur, indi dediyimiz kimi. Suffiks isə sözün sonuna əlavə olunur. Suffikslər deyir, bir nitq hissəsindən başqa nitq hissəsi düzəldir. Amma prefikslərdə bu baş vermir. Bayaqların yuxarıda var idi. Happy nədir? Xoşbəxt. Necə? Sifətdir. Happiness, xoşbəxtlik. Artıq nə yarandı? İsim yarandı. Xoşbəxtlik nə? Nə sualına cavab verir? Happiness, indi baxaq prefiks əlavə eləyək buna. Happiness, xoşbəxtlik nə? Unhappiness, bədbəxtlik nə? İkisi də nə sualına cavab verdi?
Yəni isimdən yenə də isim düzəldir. Amma deyir ki, suffix sifətdən də isim düzəldə bilir. Şərt o deyil ki, mütləq sifətdən düzəltməlidir. Sadəcə olaraq deyir ki, sifətdən də düzəldə bilər, feildən də düzəldə bilər, isimdən də isim düzəldə bilər, amma prefiks yalnız və yalnız isimdən isim düzəldir. Başqa nitq hissəsinə prefiks əlavə etmək olmaz. Sonra qeyd içimizə baxırıq, ship. Ship deyir ki, ingilis dilində təkcə leksik şəkilçi deyil. Bayaq dedik, lıq-lıq-lüç mənası var suffix olaraq. Eyni zamanda bunun cəmi mənası var. Yəni isimdir bu, müstəqil sözdür. Cəmi. Nə? Müstəqil isimdir, düzdürmü? Deməli, bu əgər cəmi mənasını verirsə sözün tərkibində, deməli, bu mürəkkəb isim düzəldir. Çünki 2 dənə söz var ortada. Yox, əgər cəmi mənasını vermirsə, lıq-lıq-lüç mənasını versə, deməli, düzəltmə isimdir. Suffix olaraq istifadə olunubdur. İndi bu sözlər var, burada qara hərflərlə verir. Bunları əzbərləyirsiniz ki, bunlar da mürəkkəbdir. Spaceship, space fəzadır uşaqlar, spaceship kosmik cəmi. Artıq burada ship cəmi mənasını verdi, deməli mürəkkəb isimdir. Warship müharibə gəmisi, war müharibədir, ship artıq cəmi mənasını verir. Biz burada shipə lıq-lıq-lüç mənasını versək, müharibəlik elə bir məna verə bilməliyik, düzdürmü? Oje məna pozulur. Ona görə burada biz veririk cəmi mənasını və mürəkkəb isim sayılır. Steamship, paraxod, yəni buxar gəmisi, battleship, hərbi gəmi. Bunları əzbərləyirsinizsə, soruşacağım yaxşımı? Bu isimləri əzbərləyirsiniz ki, bunlar mürəkkəb isimlərdir. Ship olduğu halda tərkibində. Yerdə qalan isimləri görəndə artıq, məsələn, bayaq var idi friendship. Friendship nə idi? Dostluq. Artıq burada biz buna dost cəmsi deyə bilmərik, düzdürmü? Deməli, bu leksik şəkilçi rolundadır da burada. Dostluq mənasını verir. Deməli, siz bunu götürəsiniz, düzəltmə isim. Amma bu spaceship, warship, steamship, battleship bunları götürəsiniz, mürəkkəb isim. Nəzərinizdə olsun. Mürəkkəbləri əzbərləyin, yerdə qalanları da götürürsünüz, düzəltmə. Sonra baxırıq er şəkilçimizə. Er də təkcə düzəltmə isim düzəltmir, müxtəlif rollarda istifadə olunur. Yəni, anonim şəkilçidir. Baxırıq harada istifadə olunmasına. Düzəltmə isim kimi feilin sonuna deyir, əlavə oluna bilər. Məsələn, worker, işçi deməkdir. Work, işləməkdir. Er əlavə edirik, işçi yaranır. Kim, işçi. Dance, rəqs etməkdir. Er əlavə edirik, dancer olur. Nə? Rəqqas. Yəni isim feildən nə düzəltdi? İsim düzəltdi. Yəni bu şəkilçi nümunələrə baxırsınız. Drive sürməkdir, driver sürücü. Teach öyrətməkdir, teacher müəllim. Bu şəkildə gedir. Sonra sifət öyrənəndə görəsiniz ki, sifətin müqayisə dərəcəsi təşəccüalı sifətlərdə er şəkilçisi ilə düzəlir. Small balacadır, smaller daha balaca. Large genişdir, larger daha geniş. Yəni burada biz isim şəkilçisi kimi istifadə edilməyik burada. Artıq sifətin müqayisə dərəcəsini yaradıbdır. Yəni ki, siz erə baxanda bilməz, görəsən bu sifətə mi artırılıbdır, feilə mi artırılıbdır? Ona görə deyirəm ki, söz bazası yaxşı olmalıdır bunları bilmək üçün. Məsələn, siz burada worker-ın tərcüməsini bilməsəz, hardan biləsiniz bu sifətin müqayisə dərəcəsini düzəldibdir, yoxsa isimdir? Ona görə sözləri tanımaq lazımdır. Siz sözə baxanda bilməz ki, work işləmək deməkdir. Deməli, er burada işçi mənasında düzəltmə isim rolunda oynayıbdır. Və yaxud small sözünün balaca olduğunu bilməlisiniz ki, smaller daha balaca müqayisə dərəcəsində olduğunu başa düşəsiniz. Yəni, buna isim deməyəsiniz. Ona görə deyirəm ki, sözləri tanımaq lazımdır, söz bazı yaxşı olmalıdır. Sonra sadə isimlərin tərkibində ola bilər. Məsələn, bunu bilirsinizsə, father ata deməkdir, bata yağ deməkdir, danger təhlükə deməkdir. Burada mən f, a, t, h deyə bir sözüm yoxdur ki, mən bu eri düzəltmə götürüm. Sözün tərkibindədir, yəni ayrılmır. Aydın oldu mu? Bu sözlərdə baxırsınız. Sonra baxırıq ing şəkilçimizə. Ing də həm isim düzəldən deyir, həm də sifət düzəldən şəkilçi kimi, həm də zaman düzəldən şəkilçi kimi istifadə olunur. Yəni, bu da amonimdir. Baxırıq düzəltmə isimdə. Begin başlamaq deməkdir. Beginning başlanğıc. Feildən nə yarandı? İsim yarandı. Deməli, burada düzəltmə isim rolunda, şəkilçi rolunda oynayıbdır. Build tikmək deməkdir. Building bina deməkdir. Nə? Bina. Artıq burada da nə rolunda oynadı? Düzəltmə şəkilçi rolunda oynadı. Yəni bu sözlərə baxanda bilməlisiniz. Sonra sifətin tərkibində ola bilər. Interesting nədir? Maraqlı, boring, sıxıcı. Davam etdiyi zamanlar. Zaman çəkəndə görəsiniz ki, neçə davam etdiyi zaman am, is, are, üstəgəl feilin sonuna ing artırmaqla düzəlir. Play oynamaq deməkdir. Is playing oynayır. Go getmək deməkdir. Is going gedir. Yəni hal-hazırda. Speak danışmaq deməkdir. Is speaking danışır, yəni indi danışır mənasına gəlir. Yəni feilin hal-hazırda, hərəkətin hal-hazırda baş verdiyini göstərmək üçün feilin sonuna ing əlavə olunur. Sonra sadə isim, bu 2 dənə isim əzbərləyirsiniz ki, bu sadə isimlərdir. Evening, axşam deməkdir, ceiling, tavan deməkdir. Bu 2 ismi yadda saxlayın ki, harada görürsəniz. Birinci, bunlar sadədir, düzəltmə deyil. Yəni ing sizi çaşdırmasın, sözün kökündədir.
Sonra baxırıq yığ şəkilcimizə. Bu da deyir ki, həm də sifət düzəldir isimdən əlavə. Discovery kəşf deməkdir. Discover kəşf etməkdir. Feildən isim yarandı. Discovery kəşf nə? Difficult çətin deməkdir. Difficulty çətinlik nə? Sualına cavab verir. Sonra sifət də düzəldə bilər. Sun günəşli, sunny günəşli. Fog dumanlı, foggy dumanlı. Rain yağışlı, rainy yağışlı. Frost şaxtadır, frosty şaxtalı. Yəni i səsini verir sonunda. Burada da oldu necə? Sifət düzəldən şəkilci. Sonra baxırıq mentə. Dedik ki, mentin də üstündə ulduz var idi. Niyə görə? Çünki ment həm uşaqlar düzəltmə isim düzəldir, həm də sadə sözün tərkibində ola bilir. Yenə bu sadələri əzbərləyəcəksiniz. Moment, antı, monument, əbidə, cement, sement, element, ünsür, document, sənəd, instrument, alət. Bu şəkildə bunları yadda saxlayırsınız ki, bunlar sadə isimlərdir. Yaxşımı? Sadə isimlərdən əlavə bunları çıxanda istisna olaraq yerdə gördüyünüz digər isimləri artıq götürəsiniz düzəltmə. Deməli, bunları əzbərləyirsiniz, bunlar olur sadə, yerdə qalan isimləri də düzəltmə götürürsünüz gördükdə. İndi baxaq mürəkkəb isimlər. Mürəkkəb isimlər adlandı necə? Compound nouns. İki və daha çox sözün birləşməsi ilə yaranan isimdir. Ana dilində necə? İngilis dilində də o şəkildə. Məsələn, postman, poçtalyon. İki sözün birləşməsindən yarandı. Ear, ring. Earring, sırğa. Ear qulaqdır, ring də halqa, üzük bu mənalı işlə birləşəndə olur sırğa. Yəni mürəkkəb isim yarandı. Bitişikdə yazıla bilir, defislə də yazıla bilir, ayrı da yazıla bilir. Sonra bax, burada yazıb test topusunda bu bölmənin yeni sözləri ilə 344-də tanış ola bilərsiniz. Yəni, səhifə 344-də mürəkkəb isimləri veriblər. Sonra baxırıq digər isimin növlərinə. İsimlər xüsusi ola bilir, ümumi ola bilir. Azərbaycan dilində necə, ingilis dilində o şəkildə. Ümumi isimlər adlanır common nouns, adlarını əzbərləyirsiniz. Xüsusi isimlər adlanır proper nouns. Sayıla bilən isimlər countable nouns, bunları dəqiq bilmək lazımdır. Sayıla bilməyən isimlər uncountable nouns. Başlıqları əzbərləyirsiniz. Nəyə görə? Çünki testdə bunlar düşəsiz. Azərbaycan dilində düşmür sizə testlər. Tək isimlər singular nouns, cəm isimlər plural nouns. İndi başlayırıq xüsusi, ümumi isimlərdən. Xüsusi isimlər Azərbaycan dilində olduğu kimi böyük hərflə yazılır. Baxın, burada yazıb. Həmişə böyük hərflə yazılır. Ümumi isimlər isə həmişə kiçik hərflə yazılır. Cəmlənə bilmirlər xüsusi isimlər. Məsələn, Gürcüstan sözü. Burada Georgia yazıb, Gürcüstan. Biz bunu cəmləyə bilmərik. Gürcüstanlar ola bilərmi? Ola bilməz. Cəmlənə bilməz. Bir də uşaqlar, Azərbaycan dilindən fərqli olaraq İngilis dilində aylar, desember aydır. Və həftənin günləri Sunday də bazar günüdür. Həftənin günləri aylar böyük hərflə yazılır. Sonra qarşısında rəqəm işlənə bilməz. One Georgia deyə bilmərəm, düzdürmü? Və yaxud, nə bilim, Van Səməd Vurğun deyə bilmərəm. Yəni, qarşısında rəqəm işlənə bilməz. Amma ümumi isimlər cəmlənə də bilər, qarşısında rəqəm işlənə bilər. Yəni, bütün balaca hərflə yazılan isimlər ümumi isimlərdir. Məsələn, a car, maşın, ümumi isim sayılır. Qarşısında rəqəm də qoya bilərəm. Məsələn, 5 cars, 5 maşın yaza bilərəm. Və yaxud da cəmlənə bilərəm. Bir də ismin qabağında birdən böyük rəqəm olanda, birisizdə cəmlənmə baş verir. Sonuna S şəkilcisi əlavə olunur. Sonra artikel qəbul etmir. N və yaxud D artiklı qəbul edə bilməz. Xüsusi isimlər. Ümumi isimləri isə qəbul edə bilər. Qarşısında, yəni artikl işlənə bilər. Car deyə bilərəm, bir maşın mənasında. Bir mənasını verir eyni zamanda EN artiklımız. Sonra yalnız deyir ki, xüsusi bütöv bir ailəni bildirir. Daha doğrusu xüsusi bütöv bir ailəni bildirən xüsusi isim isə qarşısında D artiklı istisna olaraq gələ bilər. Amma qarşısında, bütün ümumi isimlərin qarşısında D artiklı da gələ bilər, EN artiklı da gələ bilər. Xüsusi isimlərdən isə istisna olaraq indi gəliş halda öyrənəsiniz ki, D artiklı